Keçirdim indi Heydər Əliyev sarayının qabağında. Baxıram, görürəm yazılıb ki, afişlər vurublar da, belə Eldar Mansurovun nesə yaradıcılıq gecəsi. Vallahi baxdım onun simasına, hardasa bir əziz adam gördüm də. Yəni o vaxtın adamlarından, köhnələrin adamlarından. Belə bir sual yarandı məndə. Ne üçün görəsən, bax bu son zamanlar, yəni yeni nəsil arasında, yəni doğrudan da bu cür istedadlı bəstəkarlar, yaradıcılar, incəsənət nümayəndələri yoxdurlar. Niyə? Bax bu sual məni çox belə maraqlandırır, amma buna cavab tapa bilmirəm. Ne üçün bax bu o illərdən sonra biri de ortaya çıxmadı, yəni söhbət iri miqyalı bəstəkarlardan gedir. Yəni ki, bu dəqiqə efirdə olan şantrapadan mən danışmıram, bu aşağının aşağısı da, yəni də bu çıxıblar, bu nə deyim sizə, bu tacik motivlərini, yəni müəyyən bir milli azlıqların motivlərini bu dəqiqə yeridib itəliyiblər efirə də. Bu dəqiqə haranı açırsan, hara baxırsan, istəyir lap bax televiziya olsun, istəyir internet səhifələri olsun, hər yerdə bax o səviyyəsizlikdir. Başa düşürsünüz? Ya bu dəqiqə bu müzik hollar yaman belə dəbə miniblər, müəyyən, yəni hər yerindən duran, hər heç ona layiq olan, olmayan, hərəsi bir dənə deşik gedir, icarəyə götürür. Bir dənə də bu əməliyyat nəticəsində yığılma belə qadınlar var, yəni ki, elə bil ki, androiddilər də, yəni ki, onlar heç mən bilmirəm, insandılar, insan deyirlər, yəni ki, tam şəkildə əməliyyat nəticəsində yığılan bir hissələrdən bir-birinə bitişdirilib olan belə bir qadınlar var, burunları yuxarı, bu hissələri bax belə, bu da yuxarı, dodaqları bundan, yumru şeylər var burada, belə stavkalar, həmən o stavkalardan da arxadan. Onları çıxartırlar ortaya, onlar da başlayırlar, bax belə finci flüşka kimi, bax belə fırlanmağa. Özü də oxuyur, belə giz-gizi oxuyur, fırlanır, dalı ilə əstirə-əstirə. Orada tökülüşüblər, elə bax o səviyyəsizlər. Şəxsən mən həmən o müzik hola gedənləri, yəni o cürlələrə gedib, bax belə əl çalanları, pulları, bax belə onlara səpələyənlərə, mən onlara səviyyəsiz bir gözü ilə baxıram. Yəni ki, onlar mənim gözümdə səviyyəsizdirlər, başa düşürsünüz. Yəni, bax, nəyə görə bax, bu müəyyən illərdən sonra biri də ortaya çıxmadı, yəni, biri də ortaya çıxmadı. Əksinə, hələ yəni, ölə-ölə gedirlər. Bir-iki videomda da toxunmuşdum məsələyə. Bir dənə də məsələ var, bu, yəni, peyd olublar bu, belə, nipanyatlı, belə, protivni var, belə bir cavan oğlanlardır, hansı ki, belə, bığlı, saqqallı, belə bir təhər rəqs eləyirlər. Həm də o rəqsə də uşaqları cəlb eləyirlər, az yaşlı uşaqları, özü də qız uşaqlarını. Sonra da bunları, bax, digər səviyyəsizlər dəvət eləyirlər, bax, toylara, nə bilim, hətta, mən sizə deyim, kəndlərdə də dəvət eləyirlər, Yəni, çox belə təəssüf olsun ki, hələ Bakı kəndlərində də dəvət eləyirlər kişi toyuna, balaca uşaqları çıxartırlar ortaya, oynadırlar onları qıraqdan. Başa düşürsünüz, mən bu barədə danışmışam bir neçə dəfə. Yəni, çox belə təəssüflər olsun. Bilirsiniz də, Əfqanistanda belə bir söhbət vardı, ona deyirlər Baçabazi. Baçabazi, yəni beçə sözündən də, fars dilindən tərcümə eləsək, uşaqları kiçik yaşlarından alışdırırlar, bax bu cürünə, bu səviyyəsiz böyükləri, hansı ki, o pedofilik istiqamətdə olan beyni ilə işləyən adamların, pedofillar da loru dildə desək, uşaqbazlar ki, onların qabağında oynasınlar, onları əyləndirsinlər pul qarşılığında. Yəni, bizdə də bu dəqiqə həmən şey demək olar ki, göz qabağındadır. Cəmaat da aparırlar,
Yəni toylara da aparırlar, dəvət də eləyirlər. Yəni əxlaqsızlıq. Artıq əxlaqsızlığın yaşı başlayır cavanlaşmağa. Başa düşürsünüz? Hal-hazırda birinci görünüşdən belə bəziləri deyər, burada nə var ki? Uşaqdır da, pul qazanır, ailəsinə kömək eləyir. Yox, elə deyil. Uşağın uşaqlığı olmalıdır. Başa düşürsünüz? Uşaq gərək uşaqlıqda uşaqlıq görsün. Hər şeydə qoysaq qırağa, uşaqların istismarı bizdə qanunla qadağandır və bunun böyük cərimələri var. Bunun yəni məsuliyyəti var. Bu qədər qəlbdən qəlbə.